Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Hal-hazırki mövzumuz texnologiya 5-ci sinif dərsliyindən tərəvəzlərin becərilməsi texnologiyasıdır. Gəlin mövzumuza nəzər salaq. Deməli, tərəvəzlər çox qiymətli qida məhsuludur. Bəs ən çox istifadə olunan tərəvəzlər hansılardır? Ağçələm, pomidor, xiyar, yer kökü, çuğundur, mətbəx çuğunduru, soğan, turp, şüyüd, cəfəri, kartof və s. Bunlar ən çox istifadə olunan tərəvəz bitkiləridir, tərəvəzlərdir. Bəs tərəvəzlərdə qidalı maddələr harda yığılır? Təbii ki, pomidor, xiyarda meyvələrini istifadə edirik. Qidalı maddələr meyvələrində yığılır. Yəni, biz xiyarın yarpağını yeməyə və yaxud da özümüz yemirik. Nəyini istifadə edirik? Meyvəsini, xiyarın özünü. Kök və çuğundurda köklərindən istifadə edirik. Cəfəri və şüyüdün nəyini? Yarpaqlarını istifadə edir. Deməli, qidalı maddələr pomidor, xiyarda, meyvələrində, kök və çuğundurda köklərində, cəfəri və şüyüddə isə yarpağında yığılır. Şüyüd, cəfəri, keşniş, nanə, reyhan və s. Bax, bu göyərtilərdən ədviyyat kimi, bəzilərində isə əsas tərkib elementi kimi istifadə olunur. Deməli, şüyüd, cəfəri, keşniş, nanə, reyhan. Bunlardan ədviyyat kimi istifadə etdik. Amma bəzi xörəklərdə isə əsas tərkib elementi kimi istifadə olunur. Soğan və sarımsaq xüsusilə xeyirlidir. Niyə? Çünki tərkibində C vitamini var. Qida çuğunduru tünd qırmızı rəngli tərəvəz bitkisidir. Şorbalarda, salatlarda, şirələrin hazırlanmasında istifadə olunur qida çuğundurundan. Şəkildə gördüyümüz pomidor. Pomidor neçənci əsrdə? 16-cı əsrin ortalarında. 16-cı əsrin ortalarında gətirilib. Hardan? Cənubi Amerikadan. Bəs hara? Avropaya. Nə zaman? 16-cı əsrin ortalarında gətirilib. O vaxtlar pomidora nə deyirmişlər? Sarımtıl, qızıl rəngdə olduğundan, xırda, sarımtıl, qızıl rəngdə olduğundan qızıl alma deyirmişlər. Hansı dildə? İtalyan dilində. Deməli, bir də ümumiləşdirsək fikrimizi, pomidor Cənubi Amerikadan Avropaya 16-cı əsrin ortalarında. Bax, ortasını deyirəm də. Bəzən testlərdə verir axırında, əvvəlində. Yadımızda saxlayaq. 16-cı əsrin ortalarında gətirilibdir. O vaxtlar pomidorun meyvələri nisbətən xırda olurmuş, sarımtıl, qızıl rəngdə olurmuş. Hansı ki, İtalyan dilində pomidora nə deyirdi? Qızıl alma deyilirdi. Pomidorlar bir-birindən nəyinə görə fərqlənirmişlər? Rənglərinə görə, rənginə görə, yadımızda saxlayaq, quruluşuna görə və dadına görə. Rəngi, bax, sarımtıl qızıl rəngdə olurmuş, qırmızı rəngdə olurmuş. Rənginə görə fərqləndimi? Bəli. Quruluşu, oval ola bilirmiş, dairə ola bilirmiş, quruluşuna görə daha böyük, daha balaca. Yəni, quruluşuna görə fərqlənirmiş. Dadına görə turş pomidor da var, şipşirin belə deyə pomidor da var, şirin pomidor da var. Yəni, dadına görə də bir-birindən fərqlənə bilirmiş. Pomidor bir illik, işıq və isti sevən ot bitkisidir. Niyə bir illik deyilir buna? Bəzi bitkilər var ki, bu il əkirik, istifadə etdik, hansı ki, meyvələrindən. Növbəti ildə biz ondan istifadə edə bilirik.
Amma pomidoru isə 1 illikdir. Bu il əkdik. 100-130 gün ərzində pomidor yetişir və biz onu istifadə edirik. Yəni 1 il ərzində biz ondan 1 illikdir. Gələn il biz ondan pomidor kimi istifadə edə bilməyəcəyik. Bu bitki su və mineral maddələri nəyin vasitəsilə? Güclü kök vasitəsilə torpaqdan alır. Deməli, su və mineralı kök vasitəsilə, güclü kök sistemi vasitəsilə torpaqdan alır. Pomidor ştili əkilir. Əlavə köklərin yaranması üçün tez-tez dibi doldurulur. Bəli, pomidor ştilinin dibini tez-tez doldururuq ki, kökləri yaxşı ətrafa yayılsın, daha möhkəm olsun. Pomidor kolu bax, koldan söhbət gedir. Pomidor kolu, karandaşımı itirmişdim, tapdım. Yeni zoğlar hesabına sürətlə qol-budaq atır. Yeni zoğlar hesabına. Bu zoğların sürətlə qol-budaq atması xeyirlidirmi, yoxsa yox? Gəlin baxaq. Bu zoğlar məhsulun miqdarını azaldır, yetişməni yubadır və buna görə də biz o zoğları buduyuruq. Pomidor bitkisində cücərmədən meyvələrin yetişməsinə qədər, baxın, cücərmədən meyvələrin yetişməsinə qədər 100-130 gün təşkil edir, hansı ki, olan yetişmə dövrü. Cücərmədən yetişməsinə qədər 100-130 gün təşkil edir. Ümidvaram ki, qaranlıq qalan bir məqam olmadı. Gəlin pomidorun becərilməsi texnologiyasına baxaq. Bizə nə lazım olacaq? Bizə yeşik lazım olacaq. Yeşik nəyə lazımdır? Şitili əkmək üçün. Drenaj lazım olacaq. Drenaj nə üçündür? Bəs torpağı suzlaşdırmaq üçün. Torpağı suzlaşdırırıq. Nəyin vasitəsilə? Xəndək, borular vasitəsilə. Bəli, buna drenaj deyilir. Torpaq lazım olacaq. Polietilen plyonka lazım olacaq. Su səpən, xırda stəkanlar, kiçik payalar və pomidor toxumu, hansı ki, otaqda yetişə bilən pomidor toxumu. Onu da deyim ki, drenaj fransız sözüdür. Bəzən testlərdə verir Yunan sözü, İtalyan sözü. Drenaj fransız sözüdür. Xəndəklər və ya borular sistemi vasitəsilə torpağın susuzlaşdırılması. Gəlin ardıcıllıqla tanış olaq, pomidor ştilini necə əkirik. İlk öncə ştillərin becərilməsi üçün bizə texnoloji xəritə lazımdır. Texnoloji xəritə hazırlayırıq. Gündəlik qeydlər aparırıq. Gündəlik qeydlər, nə kimi qeydlər aparırıq? İşin növünü, aparılma tarixini, inkişaf mərhələlərini qeyd edirik. Gündəlik qeydlərimiz, bax, hansı ki, işin növü olacaq, aparılma tarixi olacaq, inkişaf mərhələləri olacaq. Pomidor toxumlarını 2-3 saat isitmə sisteminə yaxın yerdə saxlayırıq. Neçə saat? 2-3 saat isitmə sisteminə yaxın yerdə saxlayırıq. Sonra 30 dəqiqə toxumları tünd bənövşəyi manqan məhlulunda saxlayırıq. Niyə? Hansı ki, bu suyun tünd bənövşəyi manqan məhlulunda lazımsız toxumlar, belə deyək, xarab olmuş, çürümüş toxumlar suyun üzərinə çıxır, lazımsız toxumlar. Və onları maye ilə birlikdə atırıq. Bəs qalan toxumları nə edirik? Qalan toxumları yuyuruq, salfetlə qurulayırıq. Üçüncü addımımız bu oldu. Daha sonra əkmək üçün yeşik hazırlayırıq. Gəlin görək yeşiyi necə hazırlayırıq, müəllimlər. Əvvəlcə dibinə drenaj yerləşdiririk. Drenajın üstündən, bax, diqqətlə baxaq, 15-20 sm münbit torpaq tökürük. Əvvəlcə yeşiyin dibinə drenajı yerləşdiririk, sonra torpaq tökürük və torpağı suluyuruq. Nə qədər torpaq tökdük? 15-20 sm.
Daha sonra kiçik çubuq ilə səpin üçün şırımlar açırıq. Bəli, səpin üçün şırımlar açdıq. Növbəti addım pomidor toxumlarını cərgə ilə hansı ki açdığımız şırımlara yerləşdiririk, əkirik. Üstünə nazik, qatı, yumşaq torpaq səpirik, hansı ki əkdiyimiz toxumların üzərinə. Yeşiyi polietilen örtü ilə örtüb, isti yerə qoyuruq. Deməli, toxumları cərgə ilə əkdik, nazik qat torpaq səpdik, sonra polietilen plyonka ilə örtdük və isti yerə qoyduq. Cücərtilər çıxmağa başlayanda neçə gün əhatə eləyir? 4-6 gün. 4-6 gündən sonra örtüyü çıxarırıq və yeşiyi işıqlı yerə qoyuruq. Əvvəlcə hardaydı? İsti yerdə. İsti yerdən sonra cücərtilər başlayır çıxmağa, örtüyü çıxarırıq və işıqlı yerə qoyuruq. Şitillər 3-4 yarpaq açanda 7-ci addımda 3-4 yarpaq açanda onların yerini dəyişirik. Şitilin yerini dəyişmək üçün nəzərdə tutulmuş xırda çubuq ilə torpaqdan çıxarırıq və təzə yeşiyə bir-birindən nə qədər məsafədə? Bir-birindən 8-12 sm məsafədə əkirik. Neçə yarpaq açanda? 3-4 yarpaq açanda. Şitillərin yerini dəyişirik. Şitillər 10-15 sm hündürlüyə çatanda neyinirik? Onu daimi yerinə əkirik. Daimi yeri hara ola bilər? Dibçək ola bilər, lək ola bilər. Əziz müəllimlər, ilk öncə hansı addımla başlayırıq şitillərin əkilməsində, becərilməsində? Bəli, ilk öncə texnoloji xəritə hazırlamaqla başlayırıq. 4-6 gün, belə deyək də, 4-6 günə nə baş verir? 4-6 günə cücərtilər çıxmağa başlayır. Bəs 10-15 sm hündürlüyə çatanda hansı addım atırıq? 10-15 sm hündürlüyə çatanda biz onu ya dibçəyə, ya da ləkə əkirik. 15-20 sm münbit torpağı nə zaman istifadə edirik? Bəli, əkmək üçün yeşiyi hazırlayanda ilk öncə drenaj yerləşdiririk. Sonra münbit torpaq tökürük və sulayırıq. Kiçik çubuq ilə səpin üçün şırımlar açırıq. Daha sonra 30 dəqiqə nə baş verir? 30 dəqiqə ərzində tünd bənövşəyi manqan məhlulunda biz nə edirik? Toxumları saxlayırıq. Daha sonra suyun üzərinə çıxan toxumları maye ilə birlikdə atırıq, qalan toxumları salfetlə yuruq. Növbəti slaydımızda müəllimlər şəkil verilib, şəkillər üzrə refleksiya apara bilərsiniz. Yəni, bu gördüyümüz şəkildə nə baş verir? A şəklində nə baş verir? B şəklində nə baş verir? Bu gördüyümüz şəkildə və yaxud da bu gördüyümüz şəkildə nələr baş verir? Bax, bunları özümüz üçün refleksiya edirik.